İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinə nəzarətə ələ almaq üçün ehtiyat planı hazırlayır. Bu barədə Times qəzeti kəşfiyyat hesabatına istinadən bilgi yayıb. Xamneyi 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbənin iddiasına görə B planı Xamneyinin oğlu və ehtimal olunan varisi Müştəbə Xamneyi ilə yanaşı ən yaxın tərəfdaşlarını da ölkədən çıxarılmasına əhatə edir, deyə nəşr yazır. Verilən bilgiyə görə hesabatda qeyd olunub ki, Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb. Təhlükəsizlik gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib. Amma iyun ayında İsrail ilə baş vermiş 12 günlük müharibədən sonra Xamneyi fiziki və psixoloji baxımdan zəifləyib, deyə nəşr iddia edir. İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi isə öz növbəsində bu gün ölkədəki vəziyyət və xarici təhdidlər barədə açıqlama verib. Xamneyi çıxışında vurğulayıb ki, biz düşmən qarşısında təslim olmayacağıq və Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə boyun əyməyəcəyik. O, həmçinin ölkə daxilindəki etirazların səbəblərini müəyyən dərəcədə haqlı sayaraq iqtisadi çətinliklər və inflyasiya səbəbindən narazılıqların mövcud olduğunu bildirib. Bununla belə Xamneyi xarici qüvvələrin təsiri altında baş verən qiyamları fərqləndirib və onları ciddi şəkildə yatırtmağı tələb edib. Xarici təsir altında olan qiyamçılarla sərt mübarizə aparılacaq, deyə Xamneyi vurğulayıb. Elçin Şual, Qafqaz TV üçün.